Doktor, piyələnmədən əziyyət çəkən xəstələrdə biz nə zaman dərmanlarla olan arıqlama metodlarından istifadə edə bilərik? Dərmanlarla o zaman istifadə edə bilərik ki, bu dövrdə body mass indeksi, yəni bədən kütlə indeksi 30-35 aralığında olsun və ya 27 üstəgəldə bizim ikincil bir xəstəliyimiz, xronik xəstəliklərimiz burada iştirak etsin. Hansılardır? Təzyiq yüksəlməsi, xolesterol yüksəlməsi, şəkər xəstəliyi kimi xəstəliklər əlavə olunarsa, body mass indeksi 27 və üzərində də dərmanla müalicə edə bilərik. Dərmanlar bizə tabletka şəklində və ya iynələr şəklində istifadə edilir. Bu da xəstəyə görə seçilir. Xəstə bazında əlbəttə ki, bütün obez xəstələrə yaşam tərzi dəyişikliyi, yəni dietoloq təqibi və fiziki aktivitetənin artırılması da tövsiyə edilir. Doktor, piyələnmədən əziyyət çəkən xəstələrdə nə zaman mədə balonu, nə zaman mədə kiçiltmə əməliyyatı etməliyik? Piyələnmədən əziyyət çəkən xəstələrdə vücud kütlə indeksi 40-ın üzərindədirsə və ya 35-in üzərində olub yanaşı olaraq şəkərli diabet, yüksək təzyiq, yuxu apnesi, qaraciyər piyələnməsi kimi yanaşı xəstəliklər varsa, bu xəstələrdə biz cərrahi yöntəmlərə üstünlük veririk və daha çox mədə kiçiltmə əməliyyatı icra edirik. Əməliyyata göstərişi olub da əməliyyat istəməyən xəstələr, əməliyyat riskli olan xəstələr, psixoloji problemi olan xəstələrdə və ya vücud kütlə indeksi 30-35 arası olan xəstələrimizdə endoskopik üsulla, yəni mədə balonu və ya mədə botoksunu icra edə bilirik. Artıq çəki qismətiniz deyildir. Doğru komanda ilə sağlamlığınıza qovuşun.